Yaşadığıma Azerbaycan, kalbimde canımda yaşa. Güneşli bir hayat yaşa, ol benim yanımda. Yaşadığıma Azerbaycan, her zaman gönlümde yaşa. Uzakta da olsam her an, kalbimde yaşa. Yaşadığıma Azerbaycan, kalbimde canımda yaşa. Güneşli bir hayat yaşa, ol benim yanımda. Yaşadığıma Azerbaycan, her zaman gönlümde yaşa. Uzakta da olsam her an, kalbimde yaşa. Hörmətli qonaqlar, əziz müəllimlər, əziz tədbir iştirakçıları. Bugünkü görüşümüz təsadüfi deyil. Bugün bizim bir araya toplanmamızda çox gözəl bir məqsədimiz var. Bugün bir qəhrəmanlıq nümunəsi göstərən, onunla bağlı çəkilən bir sənədli filmlə bağlı nümayiş üçün bir araya toplanmışıq. Nümayiş edəcəyimiz film isə qəhrəmanlıq varisliyidir. Bir insanın cəsarəti ilə dəyişən talihlərin hekayəsindən bəhs edir. Film əvvəlcə sizə qısa bir özət keçmək istəyərdim. Film 90-cı illərin çətin çağlarında Rusiyanın Ulyanovsk şəhərində həbsxanaya düşən 46 nəfər Azərbaycanlını xilas edən bir polis qəhrəmanı, polis kapitanından bəhs edir, Varis Məcidovdan və Varis Məcidov bir 46 nəfər Azərbaycanlının həyatını dəyişib, belə deyək, və o təkcə qapıları deyil, eyni zamanda ümidləri də açır. Biz Varis Məcidovun qaranlıqda bir işıq kimi vətənə doğduğunu və vətən övladlarını ölüm pəncəsindən xilas etdiyini fərqinə varırıq. Biz birazdan həmin filmi izləyəcəyik. Əvvəlcə Qəhrəmanlıq varisliyidir filmi. Adından göründüyü kimi keçmişdən gələcəyə uzanan bir körpüdür. Azərbaycan, qayalarda bitən bir çiçək. Azərbaycan, qayaların içində. Mənim könlüm bu torpağı vəsf eləyərək Azərbaycan dünyasından baxar cahana. Azərbaycan, mayası nur, qayəsi nur ki, hər daşında alov dilli ox ola bilər. Azərbaycan deyiləndə ayağa dur ki, ana yurdun ürəyinə toxuna bilər.
sədaqəti və mübarizəsinin əksinidir. Azərbaycan xalqı bu mənada öz imzasını tarixə atıb 44 günlük Vətən müharibəsi ilə. Amma hər səfərində bir bədəli olur. Gəlin indi həm ön cəbhədə, həm arxa cəbhədə vətənimizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən ulu şairimiz Məmməd Ağacın təbirincə desək, vətəndaşı olan şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edək. Allah hər birinə rəhmət eləsin. Və sözsüz danışan duyğular var. Onlardan biri də rəqsdir. İndi isə milli ruhumuzun incisi Sarı Gəlin ifası rəqsi təqdim olunur. dəvət edirik. Onların ifası da bugünün ruhuna ahəng qatacaq.
Təşəkkür edirik dostlarımıza, balaca dostlarımıza. İndi isə əziz qonaqlar, sizə bir məlumat vermək istəyirəm. Bu layihə 238 nömrəli məktəbin direktoru Xuraman Osmanovanın təşəbbüsü ilə ərsəyə gəlib. Eyni zamanda Göyçay ziyalıları səyləri ilə gerçəkləşən layihə sadəcə bir film deyil, cəmiyyətə ünvanlanmış bir mesajdır. O bizə demək istəyir ki, hər bir məktəbin neçə unudulmuş qəhrəmanları var və biz onları arayıb axtarmalı və cəmiyyətə tanıtmalıyıq. Hər bir məzmun özünə bir məktəbinə vəfa borcu var. Elə mən də 238 sayılı məktəbin məzunuyam və burada durmaqdan qürur hissi keçirdirəm və mənim üçün də bir xüsusi önəm daşıyır bu cəhətdən. Eyni zamanda biraz da müəllimlərimin qarşısında çıxış eləmək mənə biraz həyəcan gətirdi. Bir sözlə hər bir məktəbin məzunlar birliyinin yaradılması və bu dəyərlərin yaşadılması hər bir baxımdan önəmlidir. Və indi isə istəyirəm ki, Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyevi alqışlarınızla filmi izləmədən öncə səhnəyə dəvət edir. Teşekkür ediyorum. Akşamınız xeyir olsun. Hörmətli xanımlar və cənablar. Mən bugün qürur hissi keçirirəm. Çünki bu gözəl filmi təqdim edəcəm və film haqqında kiçik bir neçə fikrimi istəyirəm sizinlə bölüşəm. Məsələ burasındadır ki, mən bu filmə bir neçə gün bundan öncə baxdım və dərhal çox görkəmli Alman kinoşünası Siegfried Krakauer'ın sənədli kino ilə bağlı bir fikri yadıma düşdü. O qeyd edir ki, sənədli kino tarixi yaddaşı formalaşdıran ən təsirli vasitələrdən biridir. Doğrudan da bilirsiniz, tarixi qəhrəmanlarımız haqqında kitablar yazıla bilər, təsviri sənət əsərləri yaradıla bilər. Amma filmlərin çəkilməsi və xüsusilə sənədli filmlərin çəkilməsinin xüsusi əhəmiyyəti var. Və məhz sənədli kino tarixi yaddaşı, mədəni yaddaşı insanlarda formalaşmasına çox böyük təsir göstərir. Və mən bugün filmin yaradıcı heyətinə və xüsusən də filmin layihə rəhbəri Xuraman xanıma bir vətəndaş kimi, bir Azərbaycanlı kimi özlərinin təşəkkürümü və minnətdarımı bildirmək istəyirəm ki, bu gözəl filmi onlar ərsəyə gətirib və qəhrəman Varis müəllim haqqında bir hekayət yaradıblar. Və bu film insana çox emosional təsir edir. Filmin forması tarixi publistik formada həll olunur və film faktlar, müsahibələr, ümumiyyətlə tarixi hadisələr üzərində qurulur. Bu bir daha sübut edir ki, sənədli kinonun çox böyük qüvvəsi var və filmin yaradıcıları sənədli kinonun keyfiyyətlərindən, imkanlarından çox geniş istifadə edə bilirlər. Və həm filmin səs həlli, həm musiqi cərgəsi təqdirə layiqdir. Və mən bir daha filmin yaradıcı heyətini təbrik edirəm, onlara uğurlar arzulayıram. Çünki film haqqında danışmaq çox olur, amma daha yaxşı olar ki, bu filmi siz özünüz baxarsınız. Təşəkkür edirəm, minnətdarımız. Təşəkkür edirik Cəmil müəllimə. İndi isə sizi hekayənin öz dili ilə filmdən baş-başa buraxırıq. Xoş izləmələr.
Uşaqlar, bugünə kimi sizə bir çox qəhrəmanlar haqqında danışmışam. Bugün də istəyirəm bir igid qəhrəmanımız haqqında söz açım. Haqqında danışacağım qəhrəman Sovet İmperiyasının 1990-cı il 20 yanvarında Azərbaycana qarşı törədilmiş faciələrə qarşı çıxan və ağır ittihamlarla həbs olunaraq Rusiyanın Ulyanovsk şəhərinə sürgün olunan 46 qəhrəman həmyerlilərimizi həbsdən azad etdirərək Azərbaycana göndərmiş və sonra özü də vətənə qayıdaraq 1-ci Qarabağ müharibəsinə könüllü olaraq qatılan igidimiz Varis Məhərrəmoğlu Məcidovdur. Varis Məhərrəmoğlu Məcidov 17 iyun 1954-cü ildə anadan olub. Göyçay şəhər 6 saylı məktəbi bitirib. Belarusiyanın Babrus şəhərində hərbi xidmət keçib. Ailədə 10 uşaq olublar. 7 qardaş, 3 bacı. Atası Məhərrəm Məcidov 2-ci Dünya müharibəsində 416-cı Taqanrog diviziyasının döyüşçüsü olmuş, ağır yaralanmış, göstərdiyi igidliklərə görə orden və medallarla təltif olunmuşdu. Anası Fatma xanım 10 uşaq böyüdüb tərbiyə etdiyinə görə qəhrəman ana fəxri adına layiq görülüb. 7 qardaşlar bu evdə yaşamışıq. Bura bizim ata mülkümüzdür. Bu həyatda xatirələri çoxdur. Bu evdə olan xatirələrimiz həmişə yaddadır. Biz heç vaxt onu unutmarıq. O qardaşlar üçün, ata-ana üçün də çox belə mehriban, çox əziyyətkeş insan idi o. Atanın, ananın, bacının, qardaşının həmişə qayğısına qalan insan olub bu. Varis Məcidov 1978-ci ildə Rusiyanın Ulyanovsk şəhərinə gedib, orada milis orqanlarında fəaliyyətə başlamış və Ulyanovsk Orta Milis məktəbini bitirmişdi. Biz 7 qardaş olaraq, demək olar ki, ortancıl qardaşımız Varis müəllim Saratovda ali təhsil alıb, orada polis məktəbini bitirdikdən sonra Ulyanovsk şəhərinə gəldi, orada işləməyə davam etdi və biz qardaşlar birgə olaraq Varis müəllimin ətrafında o şəhərdə yerləşdik və demək olar ki, işləməyə başladı. Bakıda Sovet hakimiyyəti tərəfindən 1990-cı il 20 yanvar faciəsi törədilərkən Varis Məcidov Ulyanovsk şəhərində kapitan rütbəsi ilə milis orqanlarında çalışırdı. ...20 yanvar hadisələrinə etiraz edən, müqavimət göstərən 841 nəfər qəhrəman soydaşımızı həbs edib, ağır işgəncələrə məruz qoyaraq Rusiyanın ucqar bölgələrindəki həbsxanalara aparırdılar. Həbs olunan Azərbaycanlıların 46-sı Varis Məcidovun işlədiyi Ulyanovsk şəhərinin həbsxanasına gətirilir. Həbs edilən qəhrəman dənizçilərimizdən gəmi kapitanları Hidayət Atakişiyev, Ümidvar Hüseynov, Xosrov Bünyadov, Anatoli Semdetko, Vladimir Sapranovla birlikdə ayrı-ayrı gəmilərin 19 nəfər heyət üzvləri, Azərbaycan televiziyasının əməkdaşları, Azərbaycan Respublikasının xalq artisti Vasif Babayev, rejissorlar Rafiq Savalan, Azər Zamanlı, Ermənistana dəmir yolu yüklərinin daşınmasının qarşısını almış Zeynalabdin Məmmədov, filologiya elmləri doktoru Professor Bəhlul Abdullayev və Lənkərandan olan 17 nəfər. Bütövlükdə 46 nəfərə müxtəlif ittihamlarla saxta cinayət işlər açılmış, onları təyyarə ilə Krasnodar şəhərinə, oradansa 3 gün ərzində dözülməz şəraitdə qatarda Stalifin vaqonlarında ac, susuz Ulyanovsk şəhərinə gətirirlər. Əllərimizi arxaya polad məftullarla bağlamış, boğazından keçirdi belə, çetini ilə və Alman köpəkləri, itləri yanımızda hürə-hürə vurdular samolyotlara. Mina aeroportundan bizi birkələdilər, nömrələdilər, mindirdilər o tranzit samolyota. Gecə ilə bizi gətirdilər Krasnodara. Krasnodarda itlərlə qarşıladılar, dubunkaladılar. Bir
3 gün saxlayandan sonra bizi etap göndərdilər Ulyanovskiyə. Ulyanovskiyə gələndə biz daha orada poyezddə bizim başımıza nə işgəncələr getirdi deyib başa gələn söhbətdir. 3 gün biz vaqonda getdik. Az susuz bizi apardılar Ulyanovskiyə. İtin azabını çəkə-çəkə. 3 gün bizə su vermirdilər. Ayaqlarına qoyub yemək yeyə bilmirdik. Lənkəranda bizi dumrika öbrə vurmuşlar. Başımızdan axan qanı sivətimizdə donmuşdu. Su tapa bilmirdik. Nə ki içməyə, yüzümüzü yumaya. Qan içində biz getdik, çıxdıq Ulyanovskiyə. Ulyanovsk İstintaq Təcridxanasının rəisi Gennadi Revin Varis Məcidova zəng edib bildirir ki, Azərbaycandan təcridxanaya 46 nəfər dustaq gətiriblər. Onlardan birinin familiyası Məcidovdur. Ola bilsin sənin qohumundur. Bunu eşidən kapitan Məcidov onların hamısının qohumu olduğunu deyərək türmə rəisi Revinlə görüşməyə gəlir. Və söhbət əsnasında məlum olur ki, dustaqlar çox pis vəziyyətdədirlər. Soydaşlarının vəziyyətinin pis olduğunu bilən Varis qardaşlarının yanına gəlir. Vəziyyəti qardaşlarına danışır. 7 qardaş 46 məhbusa maddi, mənəvi nə lazımdırsa yardım edəcəklərini bildirirlər. Həmin dövrdə Varis Məcidovun qardaşları Ulyanov şəhərində bizneslə məşğul olurdular. 46 nəfər məhbusun demək olar ki, gəlişini biz Varis müəllimlə, qardaşımızdan eşitdik. O bizi dəvət elədi evinə və dedi ki, belə bir məsələ var. Bəs 46 Azərbaycanlı gəlib bura və bunlara kömək eləmək lazımdır. Varis Məcidov məhbusları görmək üçün həbsxanaya gəlir və ilk olaraq türmə rəisini məhbuslara yardımlar verməyə razı salır. Qapıları açdılar, kameraları, Stroytes! Hamımız 46 nəfər gəldik, durdur, başladıq dayanmağa sıraya və oradan bir gördük ki, general çıxdı. Gəldi qarşımıza, sonra elan edirlər, general kim? Daxili İşlər Nazirinin rəhbəri Ulyanovsk vilayətinin. Sonra gəldi, həbsxananın müdiri. Bir dənə də oranın arasında cavan oğlan, belə qeyrik adı Popaqda. Biz də ki, gördük ki, bildik ki, bu ermənidir, buranla gəlib də. Halbuki bizi aeroportda, şatda, orada, burada bizi belə qarşılayıblar. Deməli, ancaq erməni ola bilər də. Sonra birdən ki, elan verdi ki, a вот это kapitan нашей милиции Меджидов Варис. Они хотят с вами встретиться. Varis məhbuslarla görüşür. Onların yanında olduqlarını, narahat olmamaqlarını bildirir. Dustaqların ailələri onların öldürüldüyünü bilirdilər. Elələri var idi ki, hətta yas mərasimi belə vermişdilər. Gəldi Varis müəllim bizlə görüşdü, ağladı. Bizdə dedi ki, narahat olmayın, burada nə lazımdır, siz üçün eləyəcəyik. Siz bir dənə adresinizi, telefonunuzu yazın ki, mən sizin evlərə xəbər verim. Çünki Lənkəranda heç kimin xəbəri yoxdur ki, siz haradasınız. Biz özümüz hələ onda bildik ki, biz Ulyanovskidəyik. Bir cavan oğlan qarşımıza çıxdı, qarabığlı. Bizi görüşdü, salamlaşdı və bizim halımızı soruşdu, vəziyyətimizi. Biz də ona danışdıq. Dediğindən belə heç narahatçılığınız olmasın. Bundan sonra siz əmin əllərdəsiniz, sizə münasibət dəyişəcək. Biz də danışdıq ki, bu Lənkərandan gətirilən uşaqların, matrosların vəziyyəti çox pisdir, paltarları cırılıb və s. və ilə axıra. Ərzaqla bağlı çox böyük problemlərimiz var idi. Yəni danışılası deyil də, bir buxankanı kəsirdilər. 20 nəfər onu spişka korobkasının yarısı qədər həriyə düşürdü. Biz belə bir vəziyyətdəyik. Varis müəllim dedi ki, sizin yeməklərə kimyevi maddələr qatırlar ki, siz müəyyən bir müddətdən sonra heç biriniz sağ qalmayasınız. Ona görə də mən getirəcəyim siz üçün yemək. O yemək, duru yeməkləri yeməyin. Məcidov qardaşları dərhal bir neçə maşın geyim, yemək və digər ləvazimatları həbsxanaya gətirirlər. Varis müəllimdən ayrılandan sonra 2 saat çəkmədi. Artıq kamerada kalbasa, pendir, yəni çörək, nə desəz də bir vəziyyətimiz də, paltar, alt paltarlarından belə biz təmin olundu. Sonra səhərlər bizə
cem verirdilər yağına. Dedilər, Variz müəllim hər birimizin adına orada türmədə pul keçirdib ki, səhər-səhər bizə onu versinlər. Hər gün bunu ödəyirdi, türmə verirdi ona ama. Kameralar açanda, orada daxil olanda ədyallar, paduşkalar, hamısı təmizlənmişdi, yuyulmuşdu. Hər yan kameralar təmizdi. Bunlar hamısı nəsə getirib gəlmişlər, yemək, içmək, bizim kameraya. Gəldi ora çıxdı, bizi gördü, gözləri doldu. Bizə baxaraq ağlayırdı və biz üçün produksiya gətirdi. Tapşırdı bizim yorğan döşələrimizi dəyişdilər. Bizə icazə verdilər yatmaya, uzanmaya. Nə lazımdır, yeməkdir, zaddır, sigaretdir, bilmirəm, bilən bilir, bilməyən bilmir, hər şey, konservasına qədər. Bahalı sigaretinə qədər gətirdilər bitsin yemək zat. Ulyanovsk həbsxanasında qaldığımız müddətdə hər gün yəni bizim yeməyimizi, içməyimizi, pastelimizə qədər təzələdilər hamısını, yəni onun hesabına. Variz müəllimlə görüşdükdən sonra türmənin bütün heyətində münasibət bizə dəyişdi. Onlar bizi bir vəhşi kimi və bizi gecə-günüz çıxardıb, çıxıb gəzintiyə aparanda və s. vururdular. Ondan sonra heç bir ayrı münasibəti olmadı, bizə çox gözəl münasibətlər göstərdilər. Yəni, elə bil ki, həmin adamlar deyildi. Kapitan Məcidov məhbusların ailələrinə zəng edib, onların sağ olduğunu bildirir və nəyin bahasına olursa olsun, onları sağ-salamat Azərbaycana, vətənə göndərəcəyinə söz verir. O, həbsxana rəisi Revinin vasitəçiliyi ilə yüksək vəzifəli şəxslərlə danışıqlar apararaq 46 məhbusun günahsız olduqlarını, əksəriyyətinin ziyalı olduqlarına rəhbərliyi inandıra bilmiş və qardaşların maddi və mənəvi köməklikləri vasitəsilə məhbusların azad olunmasına nail olaraq, onların Stalipin dustaq vagonlarında Azərbaycana yola düşə biləcəklərinə icazə almışdı. Variz müəllim orada özü polisdə işləyirdi və özünü riskə qoyaraq bu işə girmişdi. Biz ona dedik, ola bilər sizi çıxardarlar işdən və s. Bu Azərbaycanlara qarşı çox böyük yerli cəmaatı qaldıra bilərlər. Biz ona dedik, bizə vətən xaini kimi buradan tutub aparmışdılar. Bizə vətən xaini münasibəti göstərirdilər. Dedi ona, nə olur olsun, ölüm olsa belə dala dönəndə ölük, siz buna getmişsə biz də buna gedəcəyik. Əsas məsələ onları oradan çıxardıb Azərbaycana göndərmək idi. Bu da bir çətin məsələ idi. Çünki burada Variz qardaşım üçün də çətin idi. Çünki o bilirdi ki, onun vəzifədən bu işin üstü açılsa, bunu vəzifədən çıxardacaqlar. Çünki bu elə bir məsələ idi ki, bu dövlət məsələsi idi. Yəni, başqa dövlətin, vətəndaşların sən buradan azad edib çıxardırsan. 30 gündən sonra bizə dedilər ki, siz bu yaxında azad olunacaqsınız. Orada elan edilər, həbsxananın müdiriyyəti, hazırlaşın. Biz biznes adamları idi, hərə bir sahənin adamı idi. Ancaq Variz müəllim orada polis məmuru idi. Vəzifəsinə baxmırdılar da, o çox böyük nüfuza malik idi. Həm bazarlığına görə, həm savadına görə, həm qabiliyyətinə görə. Ona görə də bu işi çətin olsa da o boynuna götürdü ki, biz nəyin bahasına olsun, biz bu insanları buradan çıxartmalıyıq və Azərbaycana göndərməliyik. Hər gün Variz özü gələrdi. Ya 7 qardaş olublar orada, Ulyanovsk vilayətində ticarətlə məşğul olublar. Sonralar aydın olur ki, necə oldu, bizim qarşımızda general gəldi. Deməli, general da bunları tanıyırdı ki, bunlar ticarətlə bağlı adamlardır da. Biz maliyyə cəhətdən köməkli elədik, yəni bircə. Əsas söz onun idi. Biz gözləyirdik ki, o sözün desin, qalan bir yerdə yumruq kimi birləşərək biz köməkliyimizi göstərdik. Bu sevindirici xəbəri eşidən qardaşlar pasportları olmayan soydaşlarımıza çətinliklə də olsa öz şəxsi nüfuzları hesabına Samara-Bakı və Samara-Tiflis təyyarə reyslərinə 46 bilet almışlar. Variz Məcidov öz növbəsində rəhbər heyəti inandırmaq üçün qatara da 46 bilet alıb onlara göstərmişdi. Variz müəllim istədiyinə nail oldu və sevinərək gəldi, dedi ki, biz onların biletlərini almalıyıq, təyyarə ilə yola salmalıyıq. Amma iki formada bilet alınmalıdır.
Qatara bilet alınmalıdır, amma biz onları təyyarə ilə yola salmalıyıq ki, bilinməsin ki, biz bunları təyyarə ilə yola saldıq. 30 gündən sonra bizi çıxartdılar. Varis müəllim gəldi maşınlarla, bizi gətirdi bir dənə Ulyanovski'də otelə. Bizi bırakan günü 46 nəfəri Ulyanovsk'da böyük qastinitsa var. Böyük qastinitsa. Orada neçə otaqlar boşalmışlar bizim üçün. Getirib gəldilər bizi ora. Bir dənə təzlərdən yazdılar adımızı, familiyamızı, şəklimizi. Bu sənət düzəltlidir, bu spravka deyilən, arayış. Varis orada olma şərtilə, neçə dənə maşınla gəldilər, bizi çıxartdılar, apardılar qəstinə. Otelə getirdi bizi, bizim hamımız üçün paltar almışdı. Paltarlarımızı değiştirdik, çimdik, yuyunduq otel. Hamımızı addeline otaq vermişdi. Qara bir quş kəsdi, dedi ki, qardaşlar fikirləşməyin ki, mən bunu burada almışam, yox, bunu Azərbaycandan getirmişəm. Varis qardaşımın köməkliyi ilə, yəni bu məhbusları bilet alıb yola salmaq lazım idi Azərbaycana. Bu da mümkün deyildi. Belə ki, qardaşım o general dostu ilə məsləhətləşdi. Dedi ki, biz nəyin bahasına olur olsun, başqa şeylərdən narahat olmayın. Yəni biz onu, bu insanları təyyarə ilə yola salmalıyıq Azərbaycana. Beləliklə Məcidov qardaşlar və digər həmyerlilərimizin dəstəyi ilə 46 məhbus bir çox çətinliklə üzləşərək, eyni zamanda çox böyük məbləğ qarşılığında Ulyanovski həbsxanasından xilas edilib Azərbaycana göndərilir. Maşında gedəndə mən də ki, oturmuşdum mənim yanımda ki, onun qardaşları idi, ya iki qardaşdır, bir başqa adamdır. Sonra gördüm belə bir dənə paket var idi əlində, bu boydan paketdir. Bir baxışım, bu nədir belə saxlamışsınız? Bunu bir hissəsini artıq vermişik ki, gələcəkdə samolyot. Opsundur ki, siz gedəndə uçanda verəcək onlara. Təsəvvür edirsiniz, bu an olub, mən gözümlə şahid olmuşam. Məhbus qardaşlarımızı hamısını geyimlə, keçimlə təmin edərək biz onları təyyarə ilə Azərbaycana, Bakıya yola saldıq. Bir neçə vaxtdan sonra qardaşımın da işi, Varis müəllimin də işi çətinləşdi. Həm də buna kömək edən, həmin bu işdə yardımcı olan o bir neçə general da işdən qovuldu, çıxarıldı. Məcidovların bu fəaliyyətindən xəbər tutan SSR dövlət qurumları tərəfindən 7 qardaşa və onlarla ünsiyyətdə olanlara yalan bəhanələrlə təzyiq etməyə başlanılır. Varis müəllim 46 nəfər Azərbaycanlı Azərbaycana göndərəndən sonra bizə orada güclü təzyiqlər oldu. Bizim qarajın üstünə, maşının üstünə yazırdılar. Yəni ki, qalmayın burada, çıxın gedin. Varis müəllim də gəlirdi evə, deyirdi ki, hamı bizə təzyiq eləyir da. Sonra o eşitdi ki, burada müharibə gedir. Ona görə də biz hamımız yığışdıq, gəldik Azərbaycana. ...46 Azərbaycanlını xilas edən Varis Məcidov vətənə dönmək qərarı alır. Və Azərbaycanda Daxili İşlər Nazirliyinə elzam olunur. Elə həmin vaxtlarda mənfur qonşumuz Ermənistan Azərbaycan torpaqlarını işğal eləməyə başlamışdı. Və bu zaman Varis Məcidov Qarabağa gedərək könüllü olaraq döyüşməyə başlayır. Arxa cəbhədə göstərdiyi qəhrəmanlığı bu dəfə o ön cəbhədə göstərirdi. Bu da rəhmətli qardaşımın veteran kniçkasıdır. Müharibədə alıb. Allah rəhmət eləsin. Burada da müxtəlif tərifnamələr var. Məcidov Varis hələ Ulyanovski'dən gələndən sonra onu prezidentimiz qiymətləndirmişdi Ulu Öndər. O öz xahişi ilə
cəbhəyə getmişdi, cəbhədə vurulsun. Birinci Qarabağ müharibəsi zamanı Məcidov qardaşları dəfələrlə milli orduya yardım etmişlər. Məcidov qardaşlarından biri Elbrus Məcidov Azərbaycana gələrək Prezident Heydər Əliyevlə görüşmüş, ona 75 illik yubileyi münasibəti ilə zirehli avtomobil hədiyyə etmiş, silahlı qüvvələrimizə isə 7 ədəd UAZ markalı maşın, 500 min dollar məbləğində tibbi yardım etmişdi. 7 qardaşsınız, 7'si də Ulyanovskda yaşayır. Çox gözəl, məmnun olduğumu bildirirəm. Orada yaşayan Azərbaycanlılar gətirib Azərbaycan prezidentinə avtomobil də demək, hədiyyə verə bilər. Doğrudur bu. Siz dediğiniz kimi elə bir avtomobildir ki, bunu bizim orduda istifadə etmək lazımdır. Ona da bizim ehtiyacımız var. Çox sağ olun. Qarabağ müharibəsi veteranı Varis Məcidov təhsilini Daxili İşlər Nazirliyinin Polis Akademiyasında davam etdirərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində müxtəlif məsul vəzifələrdə çalışmışdı. Polkovnik Leytenant Varis Məcidov xidməti dövründə həm Rusiyanın, həm də Azərbaycanın Daxili İşlər Nazirliklərinin 20-dən çox təşəkkürnaməsini almışdı. Bax, hələ burada da görürsünüz, babanı jurnala da veriblər. Orada da baba haqqında yazıblar. Baxın, uşaqlar, görürsünüzmü? Nə? Hə. Bu da baba Bax, hə, bu jurnalda. Babanız qəhrəman babadır. Polkovnik rütbəsi verilməsi üçün Varis Məcidov 2005-ci il noyabrın 5-də Göyçayda öz anasının hüzur məclisindən çıxıb Bakıya, Daxili İşlər Nazirliyinə getmək üçün öz avtomobili ilə hərəkət edirdi. Maşında Varislə bərabər onun həyat yoldaşı və qardaşının həyat yoldaşı var idi. Ağsu aşırımında hərəkət eləyərkən qarşılarında gedən yük maşınından ağır bir dəmir parçası aşaraq Məcidovun maşınına çırpılır və nəticədə Məcidov və onun qardaşının həyat yoldaşı həlak olurlar. Göyçayda şəhər qəbirstanlığında elə valideynlərinin yanında da dəfn olunur. Varis Məcidovun 3 övladı var. Əfsanə, Seymur, Samir. Samir övladına atasının adını verir. Varis Samiroğlu Məcidov. Mənim oğlum da babasının adını daşıyır. Böyük qardaşım Seymurun da oğlu babasının adını daşıyır. Bunun adı Varis, onun adı Variscan. Hər insanın, hər övladın atası onun üçün bir qəhrəman olur. Mənim atam amma mənim üçün 2 qat qəhrəmandır. Çünki atam həm mən bir ata kimi mənə qəhrəmandır, hər övladın atası kimi. Bir də bu atamın bu gördüyü işlərə görə əlavə mənim üçün 2 qat qəhrəmanlıqdır atamın qəhrəmanlığı. Mən çox fəxr edirəm atamla. Fəxr etmişəm və edəcəm də. O çox gözəl insan olubdu, evladları üçün, ailəsi üçün. Elə bir insan olub ki, onun yaşlılıqlarını da deyib qutara bilmərəm. Yəni onu bütün Azərbaycan tanıyır. Azərbaycanın bu qəhrəman oğlunu daha geniş ictimaiyyətə tanıtmaq üçün Məzunlar Birliyinin üzvü olan Göyçaylı ziyalılar yorulmadan çalışırlar. Göyçayda bir küçəyə Varis Məcidovun adı verilib. Məzun olduğu məktəbin Şəhidlər Xatirə Muzeyində onun adına güşə yaradılıb. Demək, durduğumuz məkan Məzunlar Birliyinin layihəsi olan 6 saylı məktəbdə Şəhidlərin Xatirə Muzeyidir və bu Xatirə Muzeyində Göyçayımızın qəhrəman oğlu, o cümlədən məktəbimizin yetirməsi qəhrəman oğlu Varis Məcidovun xüsusi güşəsi var və burada gördüyümüz şəkillər, şəxsi əşyalar Varis Məcidova aid olan əşyalardır. Varis Məcidov haqqında bir neçə televiziya verilişi hazırlanmışdı. Göyçay ensiklopediyası və eyni zamanda Vətən Fədailəri kitabında
və ali məktəblər üçün Azərbaycan tarixi dərsliyində, müxtəlif dövr mətbuatda Varis Məcidov və onun azad etdiyi insanlar haqqında məlumat verilmişdi. Göyçay şəhər şahmat məktəbində Varis Məcidovun xatirəsinə həsr edilmiş şahmat turniri keçirilmişdi. Vahid Orucov və Bariqəm Şirəliyevin müəllifliyi ilə Varis Məcidovun həyatından bəhs edən kitab nəşri hazırlanır. Ona Lənkəranın fəxri sakini adı verilmişdi. Varis Məcidov sizin üçün kimdir? Varis Məcidov mənim canımdır, ürəyimdir, belə mənim nə deyim, həyatımdır. Mən ömür boyu ona yaşadığımı hər dəqiqə ona borcluyam. Canım qurban onun oğluna, nəvələrinə. O olmasaydı biz oradan salamat gələ bilməzdik. Varis Məcidov mənim üçün Azərbaycanın bir qəhrəman, vətənpərvər evladıdır. Varis Məcidov çox dəyərli bir Azərbaycan evladıdır. Allah ona rəhmət eləsin. %100 əgər o sağ qalsaydı, 2-ci Qarabağ müharibəsinə də öz könüllü olaraq gedərdi. Onun bugün ruhu şaddır. Onun arzuları yerdə qalmadı. Ən böyük arzularından biri o idi ki, torpaqlarımız işğaldan azad olunsun. Hər il onu deyirdi ki, inşallah ki, bu il azad olunar. Ümid edirəm ki, o torpaqlar da qayıdılacaq. Qaçqınlarımız öz torpaqlarına, öz ellərinə, obalarına qayıdacaq. Belə ümidlə yaşayıram. Çox istəyərdi bu günləri görsün. Bugünkü gün Ali Baş Komandanımızın tapşırığı altında torpaqlar azad olundu. Bayrağımız ucaldı Şuşada, Xankəndidə, Laçında, digər torpaqlarımızda. Atam çox istəyərdi bu günləri görsün. Mən inanıram ki, bugünkü gündə onun ruhu çox şaddır. Bugün bütün Azərbaycan xalqı ürəkdən sevinir. Bütün Azərbaycan xalqı Allaha şükür deyir. Bugünü biz 30 ildən çox gözləmişik. Biz bu qələbəyə layiqik. Azərbaycan xalqı bu qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Mən bilirdim qəhrəmanlar ancaq ön cəbhədə olur. Sən demə arxa cəbhədə də var imiş. Şərt deyil ki, hamı əlinə silah alıb döyüşsün. Necə ki, Varis Məcidov həm ön cəbhənin, həm də arxa cəbhənin qəhrəmanlarındandır. Qəhrəmanlıq varislidir. O qəhrəmanların da varisləri sizlərsiniz. Sözlə deyil, əməldə olur və bir də nəzərinizə çatdırmaq istəyirəm ki, 238 sayılı məktəb bu varisliyi yaşatmaq üçün əlindən gələni edir. Elə məktəbin hər bir sinifi qəhrəman şəhidlərimizin adını daşıyır. Elə indi səhnəyə şəhid Xudayar Müslüzlərdən adını daşıyan 4 sinif şagirdlərini dəvət edəcəyik. Buyurun.
böyük gururuyla deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycan, Hər birimiz zövq aldıq Məcə Balaca dostlarımızın rəqslərindən, musiqilərindən. İndi isə bizi mütəəssir edən filmin yaradıcı heyətini alqışlarınızla səhnəyə dəvət etmək istəyirəm. Filmin ideya müəllifi və layihə rəhbəri Namiq Əmzəyev adına 218 nömrəli tam orta məktəbin direktoru Xuraman Osmanova. Ssenari müəllifləri Göyüş Ayranının ziyalıları Vahid Urujov və Bariqa Şirəliyev. 44 günlük vətən müharibəsinin iştirakçısı olmuş, onlarla vətənpərvərlik mövzusunda sənədli və qısametrajlı filmin rejissoru olmuş qazi rejissor İcad Cəlilov. Buyurun, hər birinə almışlarla səhnəyə dəvət edirik. Film barədə təəssüratlarınızı öyrənək. Hamınızı bir daha təşəkkür edirəm və xoş gəlmişsiniz deyirəm, tədbirin sonunda olsun. Çox təşəkkür edirəm ki, gəldiniz, bizim çalışımıza səs verdiniz. Belə bir qəhrəmanımızı tanımaqda mənə elə gəlir ki, hamımızın bir vətəndaşlıq borcumuz var idi. Bizlər onu yerinə yetirməyə çalışdıq. Sizlər necə qəbul etdiniz, mən yəqin ki, sonra özümə deyəcəksiniz. Qəhrəmanlıq sözdə olmur, aparıcımız çox gözəl dedi, əməlli olur.
Çünkü qəhrəmanlıq deyilən bir şey könüldən gələn bir şeydir. Könlündə yoxdursa, əqidəndə yoxdursa insan sözlə qəhrəman ola bilməz. Varis Məcidov haqqında keçən il 2024-cü ilin 17 iyununda Varis Məcidovun 70 il yubileyinə dəvət olundum mən. Atatürk mərkəzində Göyçay Məzunlar Birliyinin təşkil etdiyi bir görüş idi və o görüşdə də Varis Məcidova həsr olunmuş kitabın təqdimatı idi. Mən Varis Məcidov haqqında biraz az-az bir məlumatım var idi. Hətta rayona gedəndə böyüklərimdən eşidərdim ki, Məhərrəm kişinin oğulları deyə belə bir ifadə eşidərdim. Amma onların bu qədər şücaət göstərdiyindən xəbərim yox idi. Və o tədbirdə elə bir mütəəssir oldum ki, o qədər mənə gözəl mənada təsir elədi ki, bu insanın qəhrəmanlığı. Mən artıq yerindəcə qərar verdim ki, belə bir sənətli filmi dərhal elətdirmək lazımdır. Çünki bizim gənclər biraz kitab oxumağa tərbəlli edirlər. Amma vizual olaraq sənətli film olarsa, gənclərimiz yəqin ki, daha çox baxacaqlar, daha çox gənclərimiz buradan məlumatlanacaqlar. Bilirsiniz, belə bir qəhrəman hər millətə nəsib olmur. Bayaq afarıcımız da gözəl səsləndirdi onu. O insan ki, milləti millət edən, ona da verilən dəyərlərdir. Onun insanlarının davranışıdır, əqidəsidir, göstərdiyi şücaətdir. Və hər bir məktəbdə öyünməsin məktəblər ki, mən bir məktəb rəhbəri olaraq deyirəm ki, olimpiada qalibləri ilə məktəblər tanınmamalıdır əslində. Məktəblər yetişdirdiyi insan sayını tanınmalıdır və o baxımdan bizim Göyçay şəhər 6 nömrəli məktəbin üzü bir ağdır ki, burada oturan auditoriyada bir çox yoldaşlar var ki, Göyçay şəhər 6 nömrəli məktəb məzunlarıdır məhz. Göyçay ziyalıları burada daha çoxdur. Mənim öz sinif yoldaşlarım oturub burada, məktəb yoldaşlarım oturub çox qürurluyam və həm də çox həyəcanlıyam. Belə bir qəhrəmanın məhz gəlib Göyçaylı olması, hətta bizimlə eyni bir məktəbin şagirdinin olması doğrudan məni çox mütəəssir elədi və filmin yaranma ideyası da oradan yarandı ki, bu adamı daha geniş auditoriyaya biz çatdırmalıyıq. Bunun qəhrəmanlığı haqqında daha geniş danışmalıyıq. Amma mən ümid edirəm ki, gələcəkdə elə bir şəxslər də çıxacaq ki, hətta gözəl bir senarilərlə müraciət edəcəklər və bu insan haqqında bir film də çəkiləcək, yəqin ki, bədii film də çəkiləcək. Necə ki, İmran Qasımov İtaliyada olarkən Mikhailo haqqında eşidir, Mehdi Hüseynzadə haqqında eşidir və araşdırmalarına aparır. Araşdırmalar nəticəsində uzaq sahillərdə filmin əsəri yaranır. Sonra isə Mehdi Hüseynzadəyə Sovet İttifaqı qəhrəmanı adı verilir və onun haqqında film çəkilir. Mən ümidlə gözləyirəm ki, bəlkə elə bu auditoriyada kimlərsə çıxacaq ki, onu gözəl bir senari yazacaq və təqdim edəcək tenderəmi Nazirliyin layihələrinə, Mədəniyyət Nazirliyin layihələrinə və gözəl bir bədii film də çəkiləcək. Çünki biz burada yalnız Varis Məcidova fokuslanmışdıq. Amma orada hər bir gəmi kapitanının göstərdiyi şücaət, dəmir yolçumuzun göstərdiyi şücaət, hər bir orada sujet, elə bir çox sujet xətti var ki orada. Bunun hamısını bir serialı bədii filmə də yerləşdirmək olmaz idi. Nəinki 30 dəqiqəlik sənətli filmə. Rejissorla işimizdən sonra məlum oldu ki, əlimizdə tam bir 20 saatlıq materialımız var. Şahidlərin fikirləri, şahidlərin danışıqları var. Kitablar var. Vahid müəllimlə Bayram müəllim də o haqda yeni bir kitab üzərində də işləyirlər. Yetərincə əlimizdə məlumatlar var. Amma yetər ki, kimsə çıxsın ortaya və desin ki, bədii filmi də biz çəkirik. Çox gözəl bir ideya olar o. Buyurun Bayram müəllim, sizə də dinləyim. Təşəkkür edirik. İndi isə müəllim obrazında sevə-sevə izlədiyimiz Vətəndaş A filmindən tanıdığımız və ona ayrılmış qanallardan imtina edən, təmənnasız olaraq çəkilməyə razı olan aktrisa Günəş Tegini də səhnəyə dəvət edirik. Alqışlarınızla. Əvvəla
qonaqlar, başda şəhid ailələri, qazilər olmaqla bütün qonaqlara salamlayıram. Hər birinizə təşəkkür edirəm ki, bizi burada yalnız qoymadınız. Mənə Xuraman xanım filmin çəkilməyini təklif deyəndə, mənə təklif olunan filmləri həmişə araşdırıram, sonra onun haqqında işləməyə razılaşıram, görüm kimdir. Araşdırdım, gördüm ki, həqiqətən də film çəkə biləcəyim bir insandır, yəni ürək qoyacam bu filmdə, yəni əziyyətin bəhrəsini görəcəm. Belə qərara gəldik ki, film çəkmək. Bugün mən həqiqətən də film çəkə-çəkə fəxr elədim ki, belə bir qəhrəman haqqında film çəkdim. Həqiqətən də o həm arxa cəbhənin qəhrəmanı oldu, həm ön cəbhənin qəhrəmanı oldu. Sizə də təşəkkür edirəm Günəş xanım, bizim yaradıcı heyətə təşəkkür edirəm, mənlə bərabər komanda yoldaşıma, Murad Həsənov, sənə də təşəkkür edirəm. Çox sağ olun, minnətdarım. Ailə üzvlərlə də təşəkkür edirəm. Hər birinizdəki belə bir qəhrəman insan. Öz növbəmdə təşəkkür eləmək istəyirəm ilk növbədə Xuraman xanıma. Belə təşəbbüsü üçün, bizə bu cür qəhrəmanı tanıtdığına görə bütün yaradıcı heyətə təşəkkürümü bildirirəm. Və bu cür gözəl layihənin bir parçası olduğuma görə də qürur hissi duyuram. Sağ olun. Filmimizin senaryo müəllifləri, buyurun. Biz nə deyə bilərik? Biz gördüyümüz işlər görmüşük, yəni bu mövzuda bizim işlərimiz davam edir. İndi icazə verərdiniz, mən Məzunlar Birliyi adından bizim hörmətli rejissorumuz Nizat bəyə kiçicik bir hədiyyəmizi verir. Adım hər adam bilməz. Bu sizin işinizdə. Bütün tədbir iştirakçılarını mən də salamlayıram. Çox sağ olun ki, dəyərli vaxtınızı ayırıb bu tədbirə gəlmişsiniz, şərəf vermişsiniz. Hər birinizə ürəkdən təşəkkür edirik. Sonra film haqqında baxdınız, indi hərənin özündə müəyyən təəssürat yarandı. Onu demək istəyirik ki, yarım saatlıq filmə Varis Bəzlovun qəhrəmanlıqlarının hamısını yerləşdirmək mümkün deyil. Ona görə də gələcəkdə inanırıq ki, onun haqqında bədii film çəkiləcək. Onun qəhrəmanlığı tam şəkildə həmin filmdə öz əksini tapacaq. Və bir məsələni qeyd eləmək istəyirəm ki, 90-cı ildən özü bir yana, o göstərdiyi qəhrəmanlıq dövründən özü bir yana, demək, müəyyən insanlar olub ki, müəyyən dövrü mətbuatda onun haqqında yazılar yazıblar. Hətta ilk yazılarda onun adı çəkilmirdi. Çünki Sovet hökuməti yaşayırdı onda. O ehtiyat edirlər ki, onun adı çəkilsə, onun haqqında müəyyən tədbirlər görülə bilər, mənfi istiqamətdə. Sonradan isə SSR dağıldıqdan sonra, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra artıq onun adı dövrü mətbuatda açıq şəkildə yazılmağa başlandı. Və eyni zamanda bizim Bakı Dövlət Universitetinin Azərbaycan Tarixi Kafedrasının müdürü, hörmətli tarix üzrə fəlsəfə doktoru, hörmətli Mehman müəllim Abdullayev, bu həm dənizçilərimizin qəhrəmanlığı, həm də ki, Varis Bəzlovun qəhrəmanlığı haqqında yeni nəşrdən çıxmış Azərbaycan tarixi kitabına məlumat yerləşdirilmişdir. Biz xahiş edirik ki, elə Mehman müəllim, hörmətli Mehman müəllim bu zalda, bu tədbirdə iştirak edir. O da gəlsin bura, qısa bir məlumat versin və əlavə bir xahişimiz ondan ibarətdir ki, Varis Məcudovun ailə üzvləri bu tədbirdə iştirak edir. Xahiş edirik, onlar ayağa qalsınlar və zal onları almışdır. Çox sağ olun.
Demək, hamının adından Varis Məcidovun ailə üzvlərinə biz təşəkkürümüzü bildiririk. Sağ olsunlar, var olsunlar. Bir də kəlmədə demək istəyirəm ki, bu filmdə bir qəhrəman yoxdur. Bir qəhrəman Varis Məcidovdur, baş qəhrəmanımız. Eyni zamanda onun həbsdən azad etdiyi insanların da hər biri, o 46 nəfərin hər biri də qəhrəmandır. Çünki onlar 20 yanvar hadisələrini SSR hakimiyyəti Bakıda törətdikdə onlara qarşı etiraz ediblər, müqavimət göstəriblər və ona görə də həbs olunub Ulyanovska aparılmışdılar. Onların da hər biri qəhrəmandır. Üstəgəl Varis Məcidovun qardaşlarının da hər biri qəhrəmandır. Çünki Varis Məcidovla birlikdə o 46 nəfər qəhrəmanımızın həbsdən azad olunmasında xüsusi xidmət göstəriblər. Onların da hər birinin təşəkkür edirik. Mehman müəllim deyək dedim ki, Bakı Dövlət Universitetinin Azərbaycan Tarix Kafedrasiyasının müdürüdür. Böyük elm işləri var, görkəmli alimimizdir. İndi kitab haqqında. Mən uzun danışmayacağım. Bu şinov həqiqətən də mənə çox ciddi təsir göstərdi. Çox gözəl bir film alınıb. Əliz, qoluz var olsun. Həqiqətən də çox təsirlidir. Qısa olmağına baxmayaraq, həm də sənədli film tarixdir. Çünki orada iştirak edən adamlar indi hamımızın onsuzda bu gün var, sabah yoxdur. Onlar qalır tarixdə. Varis kimi qəhrəmanlarımız Respublikada çoxdur. İndi biz Göyçaylı olaraq da bir, necə deyərlər, köynək ona yaxın olduğumuza görə daha çox fəxr edirik. Varislə təkcə Göyçaylılar yox, bütün Azərbaycan fəxr edəcək bir qəhrəmandır. Bizim bu kitabı mən yazmamışam. Azərbaycan Tarix Kafedrasiyasının müəllim, orada müəlliflər kollektivi var. Ümumi elmi redaktoru mənəm. Bu kitab 7-ci nəşrdir. 2024-cü il hadisələrinə qədər burada bütün tariximiz qədimdən öz əksini tapıb. Onu da deyim ki, Respublikada ali məktəblər üçün qirifli nəşrdir və bu kitabı Respublikada tələbələrimizin azı 50%-i bu kitabdan Azərbaycan tarixindən imtahanlar verir və hazırlaşırlar. Yəni oxunan kitabdır. Bunu mən yazanda 20 yanvar hissəsində baxanda nəsə orada mən bir boşluq gördüm həqiqətən də. Və Varisin qəhrəmanlığı haqqında, Məcidovun qəhrəmanlığı haqqında, neftçilərimizin Xəzər dənizi neft donanmasının qəhrəmanlığı haqqında məlumatlarım çoxaldıqca mən fikirləşməyim ki, onun Göyçaylı olduğuna görə bura daxil eləmişəm təkcə. O elə bir fövqəladə qəhrəmanlıq göstərib ki, burada yerin heç bir əhəmiyyəti yoxdur və mən bilirsiniz ki, bu elə bir kitabdır ki, burada çox ümumiləşmiş məlumatlar verilməlidir. Hər bir adam bura bu kitaba tarixə düşə bilmirlər, yəni deyək ki, ümumiləşmiş kitablara. Amma o öz layiqli yeri burada tapdı. Həm də dəniz donanması dediyim qəhrəmanlar da burada öz layiqli yerini tapıbdır və mən bugünkü kinoya çəkilən filmə görə də yaradıcı heyətə öz minnətlərimi bildirmək istəyirəm. Çox sağ olun. Təşəkkür edirik filmin yaradıcı heyətinə. İndi isə alqışlarınızla səhnəyə biz Məcidovlar ailəsinin burada olduğunu bildik və qardaşı Elçin Məcidovu alqışlarınızla səhnəyə dəvət edirik. Hər birinizi salamlayıram. Mən də öz növbəmdə Varis müəllimin kiçik qardaşı olaraq bütün Məzunlar Birliyinin minnətdarlığımı bildirirəm. Xuraman xanıma, başda Xuraman xanım olaraq bütün təşkilatçı heyətə təşəkkürümü bildirirəm. Bütün qardaşlar adından, bütün Məcidovlar adından. Və fəxr edirəm ki, belə bir ailənin üzvüyəm, belə bir qardaşım var və doğrudan da bugün hiss elədim ki, qəhrəmanlıq varislidir. Axşamınız xeyir olsun. Mən də hər kəs salamlayıram. Filmə baxdım, doğrudan çox həyəcanlandım.
Elə bil məni qaytardı o vaxtlara. İndi o film yarım saat içində ancaq elə onu nə demək olarsa hamısını deyir. Amma biz o yarım saatı orada hər dəqiqəmiz bəlkə illər idi. Ömür idi. Çünki biz 37-ci illəri bizim babalarımız yaşamışdı, atalarımız. Biz Trubora aparanda ümidsiz idik ki, biz geri qayıda bilərik, bizi kimsə xilas edə bilər. Bir qaranlığa düşmüşdük. Azərbaycandan xəbərimiz yox. Buradan hərbi samolyotla tutmuşdular bizi. Ayaqlarımızı arxadan başımıza bağlamışdılar. Yəni, danışılası deyil, necə Stalinkin vagonda necə bizi aparıblar. Yəni, biz cavan idik, bizdən yaşlılar var idi və filmdə də gördünüz. Vasif Babaya və s. Yəni, gedib orada ağaç tuz çıxmışdı orada biz. Yəni, bir tualetdən su içə bilərdik. Stalinkin vagonunda. Yemək söhbətdə ola bilməz. Orada da biz bir neçə gün çox əziyyət çəkdik. Bizə heç çörək sat vermirdilər. Bir qaynanmış su verərdilər. O qarmışqada. Bir qazan var idi orada. Belə bir böyük qazan deyəndə belə dəmirdə, yəni oradan gətirirlər bir turba sarırdı. Ama niyə deyirəm qısa, yəni ki, belə bir vəziyyətdə biz varizlə görüşdük. Allah bizim işimizi belə rast saldı. Elə bir günəş doğdu bizim həyatımıza. Bir cavan oğlan bayaq filmə baxdı, dedim orada. Orta boylu, qara saçlı, qara boğlu bir oğlan gəldi, ağatlı oğlan gəldi bizi xilas elədi. Və bizə bir söz dedi orada, dedi, bütün Azərbaycanlılar burada ayaqdadır, mən qardaşlarımla bir yerdə nə lazımdırsa edəcək. Açığı, mən indi danışıram, çünki siz məni dəqiq tanımırsınız. Mən dəmir yol tətillərinə rəhbəri eləmişdim, o vaxtlar meydanda, mitinglərdə çıxış edirdim. Tətilləri mən elan edirdim. Yəni, mən ona dedim ki, biz vətən xaini kimi bura getirilmişik. Sən polis işitsən, sənin qardaşlarına da, sizə də çox pis olar. Yəni, açığı biz istəmədik ayrılarım, artıq biz görürdük bizim başımıza gələn fəlakəti. O geri çəkildi və bizə dedi ki, siz dala durmadısa biz də durmayacaq. Mən onu orada da dedim. Doğrudan da durmadı. Ama bir 20 gün, 22 gün sonra oradan beni çıxartdılar, apardılar Moskvaya. Mən 10 ay sonra çıxmışam. Bunlar, Fariz bunları bir ay sonra çıxardı. Bunu, yani bunlar ifadə olunmaz. Elə şeyler var ki, onların sözün gücü çalmır. Bunları çıxardı və onları aldadıb, onları evlə qatarla aparır. Bunları aldadıb, samolyotla gətirib, qardaşları ilə göndərib bura, təhvil veriblər, onları gətirib evlərinə necə. Bunlar bir soru, mən çıxandan sonra bunlar bildim. Mən çıxandan sonra Bakı şəhərinin deputatı seçildim, Qarabağda komanda müavini olmuşam uşağımız. Yəni ki, mən onu çıxandan sonra bunları eşitdim ki, var bunların belə bir yükünü daşıya bilir, bu işi görə bilir. Ama yenə deyirəm, Variz bir qəhrəmandır, onun qardaşları da bir qəhrəmandır. Bizim yer olanlarımız hər yerdə var. Mən Erevanlıyam. Ama Variz Göyçaylı'ydı. Ama bu qardaşlar həyatını, o birlər Lənkərandan idi, bu birlər bir neçə Bakıdan idi. Ama bu qardaşlar orada həyatlarını riskə qoyaraq, Rusiyada riskə qoyaraq. Ona görə deyirəm ki, bu indi deyirəm, çox adam ola bilər ki, cavanlara bu çatmır. Biz tutulanda vətən xain edib, bizə statiya qoymuşlar 2 dənə. Yəni, o vaxt Rastrel güllələmə statiyası var üstümüzdə. Ona görə deyirəm ki, bizə yaxın gəlməyin, ola bilər siz də yanarsınız. Ama bunlar dala çəkilmədi. Bu filmdə də ona görə film bu yarım saatte olabilsin çok geniş
əhatə edə bilməyim. Amma elə gəlir ki, tam bir əhatə var orada. Çox böyük, yəni bu filmin gücü var. Yəni bu filmi baxanlar, araşdırarlar, ayrı-ayrı qəhrəmanları tanıyarlar və Barisi tanıyarlar. Barisin qardaşları sağlar, onlar canlı şahidlər ki, orada hansı əziyyətləri çəkirlər. Orada elə deyildi ki, durasan Rusların qabağı. Ruslar bizə bir vəhşi kimi baxırlar, baş kəsən kimi. Yalandan bizim barəmizdə elə təbliğatlar aparmışdılar. Sonra biz türmənin rəisi bizdən söhbət elədikcə, Vasif Babayevlə, Rafiq Sabalanla söhbət elədikcə, mənlə deyib, siz necə adamlar və sizin barənizdə belə deyil. Mən bu kollektivə təşəkkür edirəm, gözəl film qoyublar ortaya, hər birinə ayrı-ayrılıqda. Bir də müəllimə Atatürk mərkəzində dedi ki, bu filmi əl qoyacam, çəkdirəcəm. Yəni, biraz mən açığı inanmadım. Dedim, bəlkə də deyəcəklər. Deyir, amma deyənlər çox olur. Amma halal olsun. Həmin o kollektivə, o Göyçəlilərə, məzun qrupu var orada, nəsə belə bir bildiyimə görə hamımıza təşəkkür edirəm. Sağ olun. Biz də hər birinize təşəkkür edirik. Buyurun. Çox sağ olun. Ayrıca Varis Məcidovu, onun cəsarətini, eyni zamanda təkrarsız qəhrəmanlığını bizə tanıdan Göyçay Məzunlar Birliyinə, ziyalılarına dəyərli təşəkkürlərimizi bildiririk. Həmçinin maddi dəstəyin göstərilməsinə görə Az Orqanik şirkətinə də təşəkkür edirik. Və filmin rəsmi yayım icazəsinin verilməsi və burada nümayiş olunması üçün eyni zamanda Mədəniyyət Nazirliyini və Nizami Kino Mərkəzinin rəhbərliyinə təşəkkür edirik və onlara alqışlayırıq. Bugün biz burada sadəcə bir film izləmədik, bir tarixə toxunduq və o günləri bir anlıq da olsa yaşadıq. Eyni zamanda şahidlər öz dilindən həmin anları danışdılar və qəhrəmanlar və onların yazdıqları tarixlər unudulmur. Sadəcə olaraq yetər ki, biz onları tanıyaq, tanıdaq və yaşadaq. Sizlə mən idim Aygün Tayyip, təşəkkür edirəm. Varisin ailəsinə eşq olsun, varisin qardaşlarına eşq olsun. Minnətdaram hamınıza.